Əli Əsədovun biznes imperiyası haqda yayılan məlumatlar gündəmi silkələyib. Global Info.az xəbər verir ki, bu barədə Qafqaz Info geniş araşdırma dərc edib. Yazda Azərbaycanın baş naziri Əli Əsədovun biznes imperiyası ilə bağlı sensasiyon məqamlar yer alıb. Stat: Bakının ən görkəmli və bahalı yerlərindən biri Bayraq meydanı ilə üzbəüz Əli Əsədova məxsus olduğu bildirilən manqal restoranı ölçüsü, təmtərağı ilə diqqəti cəlb etməyə bilməz. Elə manqal restoranının yanındakı bir hol da manqaldan geri qalmır və paytaxtın ən görkəmli ərazisində yerləşən məişət iaş obyektidir. Əlbəttə, bu obyektlərin qiymətinin dəyərləndirilməsi ekspert işidir. Ancaq Azərbaycanın əmlak bazarı ilə az-çox tanış olan hər bir şəxs onların hər birinin qiymətinin milyonlarla ölçüldüyünü deyə bilər. Zaqulbada yerləşən digər manqal restoranı isə populyar yaşayış məntəqəsinin düz mərkəzində yerləşir və böyük zal, kabinetlər, şadlıq sarayından ibarət böyük bir kompleksdir. Eyni zamanda Bakıda daha bir neçə restoran və otelin baş nazir Əli Əsədova məxsus olduğu vurğulanır. Statın sonu. Həmçinin onun biznes imperiyasının siyasi da yayılıb. Yazına tam halda şərhdəki linkdən oxuya bilərsiniz.